Bu səfərki vloqumu Alisa ilə birlikdə çəkmişəm. Videodan da gördüyünüz kimi mənim bigudilərimi Alisa da istifadə eləyir. İlk öncə qızımın çantasını hazırlayıram. Qızım üçün əsas lazımlı olan məhsulların hamısını kadrda görürsünüz. Sonra isə başladım özüm hazırlaşmağa. Bu arada başımda gördüyünüz Temu'dan aldığım bigudilərdir. İlk dəfə bu videoda sizlərlə bir yerdə istifadə eləyəcəm. İndi deyəcəksiniz ki, anne kız hazırlaşıb hara gedirik? Qonşular və onların uşaqları ilə birlikdə 1 iyunumuzu qeyd etməyə gedirik. Düzdür, bu videonu biraz geç paylaşıram. 1 iyundan artıq yarım ay keçir. Amma həqiqətən bu videonu editləməyə bir türlü vaxt tapa bilmirdim. Axır ki şeytanın qıçını qırdım və videonu editlədim. Ne zaman Alisa ilə bir yerə getsəm, özümlə çanta aparmıram. Dodaq kombumu və darağımı çantaya qoyuram. Biraz enerjini yüksəltdikdən sonra Alisa üçün belə bir don seçirəm. Özüm isə maksimum rahat bir don geyinirəm. Burada isə artıq aksesuarlarımı taxıram. Arada bu sepdə yeni almışam. Məncə minimalistdir, qəşəng görsənir. Bu arada Alisa'nın fartuqlarını da götürməyi unutmuruq və ən əsası bigudilər necə tutur, gəlin ona videoda bir yerdə baxaq. Mən bəyəndim, yəni qəşəngdir. Videodan da gördüyünüz kimi çox qəşəng alınıb. Saç lakı vurmadım, amma gün boyu qalıcılığı yaxşı oldu. Bu arada onu qeyd edim ki, bigudilər saçımda maksimum 1 saat falan durmuşdu. Yəni 1 saata görə məncə nəticə əladır. Alisa'nı atasına verdikdən sonra sevimli parfümümü vururam. Sevimli ətrimi vurduqdan sonra isə keçirik eynəyə. Ümumi lookum məncə çox qəşəng görsənir. Və budur, artıq hər birimiz hazırıq. Maşına mindik və gedirik. Burada da həmin anaları və övladlarını görürsünüz. Şəmkirdə yerləşən La Petite restoranı var. Ora getmişdik. Ora getməkdə əsas məqsədimiz o idi ki, orada uşaqların oynamağı üçün yer var. Lahmacun sifariş elədim. Dadını heç bəyənmədim. Çox quru idi. Amma burada belə bir salat var. Görünüşü biraz qəribə olsa da dadı çox qəşəng idi. İçməyə isə kola sifariş etmişdim. Üçün kabrita məhsulu gətirmişdim. Peçeni falan da götürmüşdüm deyə çox bir şey ehtiyac olmadı. Sözdə ki, Alisa'nın əsas məqsədi orada əylənmək idi və kifayət qədər çox əyləndi. Bu artıq Alisa'nın ikinci 1 iyun, yəni uşaqlar bayramı idi. Düzdür, oyun yerində böyük uşaqlar da var idi. Ona görə məcbur idim ki, mən də Alisa ilə birlikdə gedim. Bir xeyli Alisa ilə oynadıqdan sonra çay içdik. Bir cheesecake sifariş eləmişdim. Açığı bunun da dadını bəyənmədim. Nəsə yeməklərinin dadı çox mənim ağız tadıma uyğun deyildi. Qiymətləri münasibdir, xidmət də pis deyildi. Sadəcə qeyd etdiyim kimi yeməklərinin dadını çox da bəyənmədim. Ümumi günümüz çox qəşəng keçdi. Biz çıxanda artıq gördüyünüz kimi orada insanların sayı da azalmışdı. Evə gələndə Alisa'nın görüntülərinə baxın, nə qədər yorulmuşdusa. Gələn kimi televizora azca baxıb yatdı. Nəysə vlogu sonlandırıram. Ümid edirəm sizin üçün maraqlı oldu.